Uşağının qurdu varsa, dişin qıcıyırsa, ağzından pis qoxu gəlirsə, iştahsızlısa, onda mənə diqqətlə qulaq. Çünki sənə dərmansız tam təbii yollarla uşağınızda qurd və parazitə necə son qoyasınız, onu göstərəcəm. Amma əvvəlcə ekrandakı ürəyi qızardın. Əgər bu əlamətlər sizin uşağınızda da varsa, mənim sizə bir əczacı kimi tövsiyəm Lasko El Sirop. Çünki bu sirop sözün əsl mənasında dərman deyil, bitki tərkibli qida əlavəsidir və uşağınıza verdiyiniz zaman uşağınızın bağırsağında nə qədər qurd, parazit var, hamısını tərtəmiz təmizləyəcək. Elə ilk həftədən nəticəsini görməyə başlayacaqsınız. Lasko El siropu ailənin bütün üzvü, hətta böyüklər də, uşaqlar da rahatlıqla istifadə edə bilər. Bu Lasko El siropu ölkənin bütün apteklərində var. Olmasa da əczacılarımızdan xahiş edin, sifariş edib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün ekrandakı ürəyi qızart və məni mütləq takip et ki, sağlamlığının qeydinə qalan əczacın balalarla hər zaman sağlam qalasın.